Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam və rahmetullah və bərəkatuhu. Şeyh, cəmiyyətdə belə deyənlər var ki, Allah Quranda həccin müəyyən aylarda olduğunu xəbər verir. Nə üçün insanlar yalnız Zilhiccə ayında həccə gedir? Bu o deməkdir ki, həcc dəyişdirilib. Bu həcc əvvəlki həcc deyil. Bu şübhəyə nə cavab verərdiniz? Elhamdülillah. Yəni bunu kim dedi yəni elmli adamdır, yoxsa elə belə çıxan, hansısa təşkilatlara xidmət edən, oradan nəsə gələn. Yəni hər halda özünüz də fikirləşin. Bu adam özü təhlükə atır, belə fikirli adamlar cəmiyyətdə. Görsənir ki, bu elə adam deyil. Xeyr, yəni bu hələ olsa öz vətənindən danışsın, nədən başqa şeydən danışsın. Bu gəlib 14 əsr din, böyük, dahi insanlar olub, alimlər olub. Bu onları gəlir, iptal edir onları, fikirlərin. Deyir ki, onlar başa düşmürlər, mən başa düşmüşəm. Yəni, özünüz fikirləşin. Bu ayə, bu Quran-ı Kərim, əgər Qurandan danışırsa, bu ayələr nazil olan şəxslərə xalis ərəb idilər. Onlar belə başa düşüblər, öz dillərində. İndi başqa dildə olan adam 14 əsr sonra gəlib deyir ki, onlar düzgün başa düşmürlər. Yəni, ağlı olan belə adama qulaq asan ümumiyyətlə. Qaldı ki, həcc məlum aylarda, bəli. Peyğəmbər təyin edib. Peyğəmbər təyin edib ki, Zilhəccədə. Məhz Qurbanda. Qurban bayramında. Məyər o Peyğəmbəri qəbul edir, yoxsa qəbul eləmir? Əgər qəbul eləmirsə, kafirdir. Yox, əgər qəbul edirsə, onda Peyğəmbəri necə baxır o? Ondan dəqiqləşdirmək lazım. O Peyğəmbəri qəbul edir, Peyğəmbər kimi, yoxsa yox? Bir də əgər qabaq kinə müxalifdir, yaxşı, qabaq nə vaxt olub həcc? Qabaq nə vaxt olub? Ona görə, bilirsiniz, qardaşlar, mən məsləhət görmürəm belə adamlar qulaq alsın. Belə adamlar cahildirlər, onlar müəyyən fikirli insanlardır, müəyyən nələrə xidmət edirlər. Mən məsləhət görmürəmsə, elə adamları qulaq alsın. Savadsız insanlardır, cahildirlər, nə olsun? Hətta Allah tutaq ki, ərəbcə bilsə belə. Yəni, o cür adamların, ərəb variantları var. Ərəb variantları var, İngilis variantları var. Buna deyirlər Amerikan sayığı İslam, Avropa sayığı İslam. Onlar istəyirlər Qurandan cəmaatı uzaqlaşdırsınlar. Dildən, ərəb dilindən uzaqlaşdırsınlar cəmaatı. Peyğəmbərdən uzaqlaşdırsınlar. Ona görə çıxır, görürsünüz, Peyğəmbərlər, çıxır öz dilində elə namazları qılginən. Quran hədisləri qəbul eləmirik. Gör ki, hədislər 200 il sonra yazılıb. Məyər ondan qabaq yazılmıyor. Əlbəttə yazılırdı. Və əsasən də hifzdə əzbərlənirdi. Qaldı ki, uydurma və s. Hələ o hədisləri qeyd edən adamlar o hədisləri də ayırıblar. Müəyyən əsaslara görə müəyyən. Bu ayrıca elmdir. Yəni, sən təqdim elə. Deyilən hədislər şübhə atkilən gör ki, 200 il sonra. Onda heç deyən qəbul etmirik ki, heç bir kitabı. Heç deyən qəbul etmirik. Heç bir şairi, heç bir... Belə yanaşmalar düzgün deyil. Bunlar hamısı səhv fikirlərdir, batil fikirlərdir. Belə adamlara ümumiyyətlə qulaq asmaq düzgün deyil. Vəssalam, bu qədər. Allah razı olsun, şeyh.